qeyd edim ki, son bir həftə ərzində doğrudan da yol qəzaları nəticələri ürək ağrıdandır. Təbii ki, səbəblər müxtəlifdir. Bununla bağlı da elə studiyada olan mütəxəssislərimlə, qonaqlarımla söhbətlərim olacaq. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik leytenantı Rövşən Tağıyev, sabahınız xeyir olsun, xoş gəlmisiniz. Və qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov, sabahınız xeyir olsun. Əslində, təbii ki, yaşayışımızda, günümüzdə qəza qaçılmazdır, səbəbləri də müxtəlif ola bilər. Amma qeyd edim ki, keçən həftənin şənbə günü efirimizi başa vurduq, amma bir həftə ərzində doğrudan da izlədiyimiz oldu ki, demək olar ki, hər gün qəza baş verdi, istər Bakıda, istər bölgələrimizdə. İstərdim ki, bu barədə danışaq, çünki yol qəzaları nəticəsində təbii ki, valideynlər övladlarını, övladlar valideynlərini, insanlar doğmalarını itirirlər. Yəni, bax, bu son hələ bir həftə, 10 gün ərzində olan qəzaların əsas səbəbi kimi nəyi görürdünüz? Başlayaq buradan. Çox doğru qeyd edirsiniz ki, düzdür. Çox istəyərdik ki, yol nəqliyyat hadisələrindən ümumiyyətlə danışmayaq, ölümlərdən, xəsarətlərdən danışmayaq. Ancaq bugün üçün reallıqdır və biz danışmalıyıq. Tək bizim ölkəmizdə yox, dünyada bugün üçün yol nəqliyyat hadisələri aktual bir məsələdir. Çünki nəzərə alın ki, hər il dünyada 1.300.000 insan yol nəqliyyat hadisəsində dünyasını dəyişir. Bu doğrudan da dəhşətli bir rəqəmdir. Eyni zamanda bir statistikanı da demək istərdim ki, 5-29 yaş aralığında ölüm səbəbi sırasında yol nəqliyyat hadisələri birinci sıradadır. Yəni, düşünün ki, həm az yaşlıların, həm gənclərin ölüm səbəbi sırasında birinci yerdədir. Əlbəttə, ölkəmizdə də təsvir olsun ki, yol nəqliyyat hadisələri olur, ölüm və xəsarətlər olur. Arzumuz, istəyimiz odur ki, biz bir övlad belə valideynini itirməsin yol nəqliyyat hadisəsində, bir valideyn öz övladını itirməsin, ancaq yenə də olur. Bunun səbəbləri barəsində verilişimizin gedişatında əlbəttə ki, daha geniş danışarıq. Ancaq ilkin olaraq qeyd edeyim ki, ölkəmizdə, eləcə də dünyada baş verən yol nəqliyyat hadisələrində 98-99% insan məsuliyyətsizliyi var. Bu bizim ölkəmizdə də belədir. Və buna müxtəlif, yəni deyirəm, müəyyən don geyindirməyə çalışırlar, ancaq bu düzgün deyil. Baxın, əziz valideynlər, hər hansı bir övladınız gedib xırda bir yol nəqliyyat hadisəsi törədəndə, biz ona desək ki, heç bir şey yoxdur, günah səndə deyil, inanın o ikinci dəfə gedib daha ağır bir yol nəqliyyat hadisəsi törədəcək. Yəni, hər bir insan öz məsuliyyətini başa düşməlidir. Mən bunu bütün efirlərdə biz səsləndiririk ki, yol infrastrukturu ilə də bağlı çatışmayan tərəflər ola bilər. Bəli, biz bunu da qeyd edirik. Ancaq bu o demək deyil ki, biz qayda pozmalıyıq. Bu o demək deyil ki... Amma yollarımızın sonu da gedib hansısa dərələrə bağlanmır da, düz demirəm. Yəni, biz bir yol qət edib bir ünvana çata bilirik də, əgər doğrudan da biz düzgün avtomobil idarə ediriksə. Tamamilə doğrudur. Burada əsas məsələ nədir? Sürücü məsuliyyəti və yaxud da ki, piyada məsuliyyəti. Əgər biz 60 km/saat sürət nəzərdə tutulan yolda 150 ilə hərəkət edib, hansısa bir piyadanı vurub öldürürüksə və yaxud da ki, elə qəza törədiriksə, bu o demək deyil ki, yollarımızda problem var. Bu o deməkdir ki, bizim sürücülər və yaxud da piyadalar olaraq şəxsi məsuliyyəti hissimiz biraz daha aşağıdır. Bunu qaldırmaq lazımdır. Əgər biz buna nail olsaq, bugün üçün mən düşünürəm ki, yol nəqliyyat hadisələrinin sayını minimuma endirə bilərik. Ancaq nə qədər ki, biz buna nail ola bilmirik, təəssüf olsun ki, qəzalar barədə danışacağıq. Həftəni dediz qeyd edeyim ki, ümumiyyətlə, ilbəil bizdə yol nəqliyyat hadisələri, ölümlər və xəsarətlər azalır. Ancaq biz bu rəqəmlərlə barışmayacağıq da və bunun üçün mütəmadi olaraq maarifləndirmə işləri aparırıq. Bugün üçün dövlət proqramları qəbul olunur ki, hansı ki, yol nəqliyyat hadisələrinin sayının azalması üçün dövlət də lazımi işləri görür. Ancaq burada dediyim kimi, ilk növbədə biz sürücü və piyada olaraq şəxsi məsuliyyət hissimizi artırsaq, yollarda qəzalar minimuma enər. Aqil müəllim, ümumiyyətlə niyə görə məsuliyyətsiz bir sürücünün davranışı adi davranış kimi qiymətləndirilməlidir? Deməli, sualınızın cavabı belədir ki, ümumiyyətlə nədən başlamaq istəyirəm? Bir neçə saat yollarda olan adam kimi qəzaların səbəbindən birinci danışmaq istəyərdim. Deməli, müxtəlif səbəblər var. İnfrastrukturda da səhvlər ola bilər. Ondan başqa yolun işıqlandırılmasında, maşının xarab olmasında, sürücünün səhhətində. Amma ən əsas səbəb insan psixologiyasındadır. Düzdür. İnsan psixologiyasındadır. Söhbət ondan gedir ki, təhlükəsiz idarə etmə, təhlükəsiz düşünmə tərzinin nəticəsidir. Yəni,
ağıllı düşünəsən, ehtiyatlı düşünəsən, gələcəyi görəsən. Amma təəssüf ki, bəzi sürücülərimizdə, yaxşı sürücülərimizdə var, amma bəzi sürücülərimizdə deməli, düşüncə tərzi təhlükəlidir. Mən bunları sindromlara bölmüşəm. Sindrom nədir? Təhlükəsizliyə səhv baxış qəzalara gətirib çıxardır. Yəni, beynin düzgün işləməməsi. Bu sindromlardan, bu yaxınlarda Rövşən müəllimin deməli, müsahibəsinə baxdım. Çox birinci səbəb onun dediyi səbəbdir. Mənə heç nə olmaz sindromu. Hamıya nəsə ola bilər, mənə ola bilməz. Bu piyadalara da aiddir, bu sürücülərə də aiddir. Deməli, biz necə? Bir misal çəkim. Qəza olub, maşın döngədə aşıb, maşınlar hamısı saxlayırlar. Deməli, necə gəldi maşını saxlayırlar, fikirləşmirlər ki, onların da maşını dəyər və belə hadisələr olub. Maşını analiz edirlər və çox doğru analiz edirlər. Sürəti artırıb, buna bax, sürəti artırıb, döngədə bu qədər sürət olar. Və maraqlısı odur ki, sonra maşına otururlar, növbəti döngədə həmin o qəza olmuş sürətlə hərəkət edirlər. Bəzən qəzaya düşürlər, bəzən Allah saxlayır, amma gecə-tezə əlbəttə ki, məsuliyyətsiz sürücü deməli, qəzaya düşür. Deməli, ikinci sindrom. Deməli, sürücülərdə bezdim sindromu. Buna pis sürücülər arasında bezdim, bu nədir? Deməli, müəyyən vaxta qədər qaydalara əməl edir, amma aləm qarışanda bir balaca çətinlik olan kimi daha dözə bilmir sürücü. İzah edirəm. Siz, deməli, stopda maşın dayanıb. Ümumiyyətlə, stop nişanında maşın necə dayanmalıdır? 1 santimetrdə maşının burnunu yol ayrıcına çarpmamalı. Bunlar bəzi sürücülər necə? Maşının bədəninin az qala yarısını yolun elə bir ortasında saxlayırlar. Bundan sonra bir 30-40 saniyə əsas yolla gələnləri gözləyirlər. 30 saniyədən sonra beyin elə bir ki, error verir. Yəni, bezdimi qaydalara baxmadan və heç nəyə baxmadan doğrudan qəribə sindromdur. Maşınlar üstünə gəlir, amma bu stop nişanından kəskin çıxır. Əgər vaxtında çıxsaydı, bəlkə də heç nə olmazdı. Ən axırıncı anda çıxırlar. Bu da qəzalara gətirib çıxardır. Qoymaram sindromu. Bu da psixologiyaya əlaqədardır. Deməli, siz stopdan çıxmaq istəyirsiniz, uzaqdan 50 metrdən yavaş-yavaş maşın gəlir. Siz çıxmaq istəyən anda o sürəti artırır. Qardaş, sürəti bir qazdan ayağı çək, qoy o maşın çıxsa da yox, sürəti artırır ki, qoymaram. Bu da insanları qəzaya salır. Bundan başqa, görmürsüz mən gəlirəm sindromu. Deməli, insandır, sadə bir insandır. Nətər olub, maşın alanda bunun qohumları bunu yoldan çıxardıblar ki, bahalı maşın al, nömrəsi də qəşəng olsun. Bu da alır. Bir müddətdən sonra o sadə insan elə bil ki, dəyişir. Elə bil ki, ətrafdakılara yuxarıdan aşağı baxmağa başlayır. Görmürsüz mən gəlirəm. Və birazdan da onda belə biraz da yol verirlər, eləyirlər ki, bahalı maşında dəyər nəsə olar. Bu adamda artıq ona elə gəlir ki, qaydalar da onun üçün deyil. Görmürsüz mən gəlirəm və belə axırı ki, hadisələrə düşür. Gör qardaşın nə edəcək? Pis sürücülərin dilində gör qaqan nə qayıracaq? Minlərlə insanın həyatına nöqtə qoymuş cümlədir bu. Dostlarına özünü götürmək. Ümumiyyətlə, maşın A nöqtəsindən B nöqtəsinə sağ-salamat gedib evə çatmaq üçün, işə çatmaq üçün bir qurğudur. Bəzi insanlar buna oyuncaq kimi baxırlar. Buna, nətər deyim sizə, sürət yarışlarıdır elə bil ki, dostlarına göstərmək üçün. Bu, deməli, yəqin ki, öz sahəsində uğur qazanmamış insanlar nəsə bir sahə tapmaq istəyirlər ki, orada, bax, mən bizim rayonun, bizim kəndin, bizim şəhərin birincisiyəm. Deməli, bax, belə sindromlar var. Sosial şəbəkələrin də rolu burada bundan başqa da ki, piyada sindromları da var. Ondan da danışacaq. Vaxt qalsa danışacaq. Vaxt qalacaq, danışacaq rahat. Rövşən müəllim, əslində Aqil müəllim çox maraqlı belə başlıqlarla da o sindromların adlarını müəyyən edib. Doğrudan da var bunlar və hamımız bunu görürük. Mən bir maraqlı sual gəldi. Deməli, daha çox qəza törədənlər peşəkar doğrudan da sürücülərdir. Yoxsa bax bu sindromlara uyğun sürücülərdir? Bəli, təəssüflər olsun ki, baxın Elnarə xanım, doğru qeyd edirsiniz ki, bəzən sosial media bizim sürücülərimizi və piyadalarımızı yanlış istiqamətləndirirlər, təhlükəyə salırlar. İnanın, bəzən biz maarifləndirici müəyyən materiallar paylaşırıq və onun altında rəylərdə bilirsiniz, qəza törədənə haqq qazandıran bəzi şərhlər yazılır. Ancaq bu düzgün yanaşma deyil. Biz bununla cəmiyyəti uçuruma sürükləyirik. Bu düzgün yanaşma deyil. Hər bir insan öz məsuliyyətini dərk eləməlidir. Xüsusən də yolda olan sürücü və piyadalar və ümumiyyətlə bütün yol hərəkəti iştirakçıları. Statistik rəqəmlərə əsasən deyə bilərəm ki, bizdə demək olar ki, ümumi qəzaların 50-60%-ni 10 ildən artıq aktiv sürücülük təcrübəsi olan insanlar törədir. 3 il ərzində sürücülük təcrübəsi olanların faiz etibarilə ağır qəza törətmə faizi çox aşağıdır.
və bəzi sürücülər də sürücülük hüququ olmadan bu qəzaları törədirlər. Bu da hardasa 5-10% təşkil edir ümumi ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisələrinin. Ancaq sosial şəbəkədə bəzən yazırlar ki, sürücülük təcrübəsi aşağıdır deyə bu qəzalar törədir. Bu fikirlə tamamilə razı deyiləm. Ümumiyyətlə bizim yol hərəkəti qaydaları qəliz bir riyazi bir hesablama deyil. Biz bunu hər dəfə deyirik ki, yol nişanları insanla danışır. Biz məktəblərdə görüşlər təşkil edəndə görürük ki, yol nişanını birinci dəfə görən uşaqlar belə o yol nişanının mahiyyətini başa düşür. Bəli. Biz bu yol nişanlarını bilirik, ancaq ona əməl eləmə məsələsində baxın, burada problem ortaya çıxır. Və yaxud da ki, bəziləri yazır ki, avtomobil mənim də özüm bilərəm. Özümü öldürmək istəsəm də, bu mənim şəxsi fikrimdir. Bəli, avtomobil sizin ola bilər, ancaq yol hamımızındır. Və siz o yola çıxırsınızsa, qaydalara riayət eləməyə məcbursuz, borclusuz. Çünki dəfələrlə belə qəzanın şahidi olmuşuq ki, şəxs qayda pozur, gedir, qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşur, ona heç nə olmur qayda pozan. Ancaq qayda pozmayan günahsız insanlar həyatını itirir. Yaxşı, biz onda necə deyək ki, sizin Rövşən müəllim, məsuliyyətsiz piyadaçılar da var. Necə ki, məsuliyyətsiz sürücülər var, elə də məsuliyyətsiz piyadaçılar da var. Bu fikirlə də tam razıyam. Az piyadaçılara görə də doğrudan hadisələr baş verməyib. Biz bunu dəfələrlə yayımladığınız video görüntülərdə də görürük. Rəqəm deyim, Elnara xanım, deməli bizdə ümumi yol nəqliyyat hadisələrinin ölümlə nəticələnən ümumi yol nəqliyyat hadisələrinin 50%-ə yaxını piyada vurmadır. Yəni hər iki ölümlü qəzadan biri piyada vurmadır. Bəli, piyadalarımızda da məsuliyyətsizlik var. Yolu düzgün yerdə keçməmək, sürücünü çaşdırmaq, yolda qəzalara səbəb olmaq, hətta bəzən zəncirvari qəzalara səbəb olmaq, öz canını itirmək bahasına, bax, yolu səhvən, yanlış olaraq keçən var. Qrafikamız var, istəyirdim onu şərh edəsiz. Deməli, 2025-ci ilin yanvar-sentyabr aylarında baş verən yol nəqliyyat hadisələrinin iştirakçıları və faiz olaraq göstərilir. Biz bunu analiz eləmişik, indi bizi izləyənlər də görə bilərlər ki, ümumi yol nəqliyyat hadisələrinin sayında azalma var. Ancaq dediyim kimi, bu bizim barışdığımız rəqəm deyil. Bizim arzumuz, istəyimiz və fəaliyyətimiz ona yönəlib ki, bir dənə də olsun yol nəqliyyat hadisəsi olmasın. Ancaq dediyim kimi, bu bir neçə qurumun əldə eləyə biləcəyi bir nailiyyət deyil. Burada artıq bütün yol hərəkət iştirakçılarının məsuliyyət hissi formalaşmalıdır bir mənalı olaraq. Baxın, burada görürsünüz 2025-ci ilin yanvar-sentyabr aylarında baş verən qəzaların təhlili var. Bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzalar 22% təşkil eləyir. Bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzalar 38,8% təşkil eləyir. Nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verən qəzalar isə 39% təşkil eləyir bu 9 ay ərzində olan yol nəqliyyat hadisələrinin statistikasıdır. Biz buradan da görə bilərik ki, piyadaların iştirakı ilə baş verən qəzalar say etibarilə daha çoxdur. Yəni, digər bizim qrafikimizdə var, biz ona da baxa bilərik. Bəli, burada biz son 5 ilin baş verən, yanvar və sentyabr ayları ərzində baş verən yol nəqliyyat hadisələrinin sayını görə bilərik ki, 2021-də 1171, 2022-də 1259, 2023-də 1204, 2024-də 1031 və 2025-də 905. Yəni azalma tempi üzrə bəli gedir. Düzdür, biz ümumiyyətlə ilbəil yol nəqliyyat hadisələrinin sayı azalır. Ancaq bəzi həftələr, ağır həftələr olur doğrudan da. O həmin həftələr ərzində biz görürük ki, dalbadal 4-5 ağır qəza baş verir. Ancaq elə həftələrdə olur ki, təbii ki, qəzalar baş vermir, istəsəməz bu da statistikaya təsir eləyir. Yəni ümumi azalma tempi üzrə bizim qəzaların sayı gedir. Və ölümlərdə də bu belədir. Digər biz grafikdə versək, orada ölümlərin sayını görə bilərik. Bəli, görürsünüz 5 il ərzində həyatını itirənlər, yəni yol nəqliyyat hadisəsində həyatını itirənləri görə bilərik ki, yanvar-sentyabr ayları ərzində 2025-ci ildə bu rəqəm tamamilə aşağı düşübdür. Ancaq dediyim kimi, biz buna sadə bir rəqəm olaraq baxa bilmərik. 507 nəfər belə olsa, bu 507 nəfər 507 insan deməkdir. 507 övlad deməkdir, 507 valideyn deməkdir. Ona görə də bir də qeyd edirəm, bizim arzumuz, istəyimiz və fəaliyyətimiz ona yönəlib ki, burada çıxaq və bu rəqəmi göstərək ki, sıfırdır bizdə ölümlərin sayı. Ancaq buna da bir neçə qurum və yaxud da ki, bir qurum nail ola bilməz. Burada birgə iştirakçılıq olmalıdır. Yol hərəkəti iştirakçılarının qarşılıqlı ünsiyyətində kifayət qədər mülayimləşmə olmalıdır, bir-birini başa düşmə olmalıdır və yol hərəkəti qaydalarına ciddi riayət eləmə olmalıdır. Əgər bu olmasa,
təəssüf ki, biz istədiyimiz rəqəmlərə nail ola bilməyəcəyik. Və indi Rövşən müəllim, qarşıdan bayram günləri gəlir də, düzdür, tətil olacaq, şəhərimizə gələn qonaqlar var, eyni zamanda bölgələrdən şəhərə axın edən insanlar olacaq və təbii ki, bunların çoxusu öz şəxsi avtomobilləri ilə bura gələcəklər. Hər zamanda mənim diqqət etdiyim nüans nədir? Məni tanıyan hər kəs bilir ki, mən bunu hər zaman vurğuluyuram ki, özəl günlərdə, bayram günlərində doğrudan da bizim dövlət yol polisi əməkdaşları hamısı xüsusi rejimdə çalışırlar. Demək olar ki, nəzarət edirlər, müşahidələr edirlər. Yəni kameraların çalışmağı öz yerində, polislərimizin. Yəni biz dekabrın 31-i Dünya Azərbaycanlılarının həmrəylik günü şəhərimizin ən gözəl məkanlarında bayram gününü qeyd edəndə, evlərimizdə bayram günlərini qeyd edəndə bizim dövlət yol polisi əməkdaşlarımız hamısı iş başında Bəli, olurlar. gücləndirilmiş rejimdə işləyirlər. Yəni onların da ailəsi var, onların da uşaqları var, onların da valideynləri var. Onlar da istəyirlər həmin bayram... Məsəl üçün, hamımızın övladı övlad deyil. Polisin də övladı övladdır da. O da istəyir ki, onun bayram günü atası yanında olsun. Düz demirəmmi? Yəni bu dövlət tərəfindən bu işlər görülürsə, bu halda insan faktorudur da. Hansısa bir insanın məsuliyyətsizliyi ucbatından, niyə görə qəza, ölüm, yaralı və s. heç kim evdən çıxanda heç bir məsuliyyətli insan bugün mən qəza törədərəm anlayışı ilə çıxmır ki. Heç bir həkim də cərrahi əməliyyatda bu xəstənin canını alaram deyə o əməliyyata getmir ki. Düz demirəmmi? Amma olmaz da insanların tali... Biz də oradan o sizin sadaladığınız adlar altında çox təəssüflər olsun ki, o sürücüləri biz görürük. Buyurun. Deməli, mən yol polisinə düzgün olmayan münasibətdən danışmaq istəyirəm. Yol polisinə düzgün olmayan münasibət qəzalara gətirib çıxarda bilərmi? Bir misal sizə deyim. Deməli, birincisi onu deyim ki, insanlar bəzən cərimə olunanda narazı olurlar. Amma qəzaya düşəndə və haqlı olanda o qəzada yol polisini axtarırlar. Başa düşürsünüz? Yəni paradoks var. İkincisi, yol polisi kimisə saxlayır və tutaq ki, qırmızıya keçib də 100 manat 3 bal yazır, o adam hirslənir, deməli, maşınına oturur və fikirləşir ki, o cərimənin əvəzini çıxsın. 10 dəfə də qaydanı pozur ki, elə bir ki, o 100 manata cərimə 10 manata düşsün və qəzaya düşür. Deməli, belə olmamalıdır, normal münasibət olmalıdır. Ondan başqa bir misal da deyim. Gedirsiniz yolla, hansısa prospekti, aləm qarışıb eləyib və birdən-birə o xaos elə bir ki, tamam yox olur. Hamı qayda ilə gedir. Nə olub, nə dəyişdi? Qabaqda cavan bir serjant, hələ ki, heç nə eləmir. Maşının yanında sakitcə durub, bütün yol qaydasına bir baxışı. Əslində vəziyyət ağırdır, maşınlar çoxdur. Amma yol polisinin olması çox vacibdir. Radarlar psixoloji bir şey var. Bəlkə məni çəkmədi. Amma bəlkə çəkmədi. Bəlkə bu radar xarabdır. Belə fikirlər var. Amma yol polisini görən kimi vəziyyət düzəlir. İnsanlara başa düşməlidirlər ki, bu çətin vəziyyətdən çıxmaq üçün. Yəni bu tıxacları, məsəl üçün mən bir videoya baxdım, Rövşən müəllim. Deməli, tıxac yaradıblar sürücülər. Deməli, svetofor deyəsən xarab olmuşdu. Aləm qarşı bir-birini tərpənə bilmir. Cavan bir serjant idi, bilmirəm, leytinant idi. Gəldi, 2 dəqiqənin içində yolu açdı. Arkadaş, bu insanlar sizin üçün çalışırlar. Bunlar yağışda, siz yağışda hərdən evdə olursunuz, məsəl üçün də. Amma yol polisi qışda da, qarda da, çoğunda da, yəni bunu başa düşmək lazımdır. Ona görə, məsələn, cəmiyyətdə bəzi insanlar agresiya ilə nəsə yazanda, onlar düz yolda olan adamları da yoldan çıxardılar. Yəni buna nəzarət lazımdır. Bilirsiniz, biz ümumiyyətlə buradan çağırış etmirik ki, heç kimə ki, gəlin biz yollarda məsuliyyətli davranaq, avtomobillərimizi səliqəli, qayda qanunla idarə edək ki, polislərimiz də getsin evdə otursun. Yox, təbii ki, polisin üzərinə düşən zaten yetərincə işlər var. Onlar öz işlərini bilir necə etmək lazımdır. Bizim buradanki çağırışımız nədir? Ay Azərbaycan vətəndaşı, hələ xüsusilə məsuliyyətsiz olan vətəndaşlarımızdan söhbət gedir. Çünki məsuliyyətsiz insan hər yerdə məsuliyyətsizdir. Avtomobildə də, işdə də, dostluqda da, hər bir şeydə. Ona görə də buradan o insanlara səslənirik. Siz məgər Azərbaycandan kənara gedəndə, tutalım orada avtomobil idarə edirsinizsə də, misal üçün kirayə avtomobillər götürüb Avropa şəhərlərini gəzmək istəyirsiniz. Siz orada bu oyunları çıxara bilirsinizmi? Yox, niyə oranın polisi, qanunları qanundur, polisi polisdir, cərimələri cərimədir, amma bizdə yox. Düzgün deyil axı. Bəli, çox sağ olun ilk öncə Aqil müəllim, Elnara xanım polis barəsində xoş sözləri görür. Yox, polisin işini çətinləşdirmək olmaz da, Rövşən müəllim, biz ona səslənirik. Bəli, tamamilə doğrudur və burada bir məqama toxunmaq istəyərdim ki, yəni hər bir yol hərəkəti iştirakçısı öz həyatını ilk növbədə özü qorumalıdır. Mən
verilişin əvvəlində də dedim, yol polisində də çatışmayan tərəflər ola bilər, xidmətdə müəyyən çatışmayan tərəflər ola bilər, infrastrukturda çatışmayan tərəflər ola bilər. Ancaq biz yol hərəkəti iştirakçısı olaraq özümüz öz həyatımızı qorumasaq, heç kim gəlib bizi kənardan bizim həyatımızı qorumayacaq. Yəni biz əgər sürət həddi 110-dursa, kəskin yağış yağırsa, biz elə nə məcburdur 110-dan hərəkət eləyək? Yol hərəkəti haqqında qanunvericilik sürücülərin üzərində müəyyən bir məsuliyyət qoyur və vəzifə qoyur ki, siz yol və hava şəraitinə uyğun sürət həddini seçməlisiniz. Qaranlıq bir yol sahəsidir. Biz düşünmürük ki, orada anidən piyada keçə bilər, elə yüksək sürətlə hərəkət edirik. Baxmayaraq ki, gözümüz bir 10-15 metr məsafəni maksimum görə bilir. Yəni, burada nədir? Fərdi məsuliyyət hissini gücləndirməliyik. Yəni, bunun üçün ümumiyyətlə bütün valideynlər övladına maşın alıb verəndə ilk növbədə bunu aşılamalıdırlar. Bilirsiniz, bunu bir neçə dəfə də biz vurğulamışıq ki, sürücülük hüququ əldə etmək o demək deyil ki, siz peşəkar sürücüsünüz. Sürücülük hüququ əldə etmək o deməkdir ki, siz ilkin vərdişlərə bələdsiniz və sizin hüququnuz yaranır ki, nəqliyyat vasitəsini idarə edə biləsiniz. Bunu müqayisə edirəm mən bilirsiniz nə ilə? Universiteti bitiririk, elə hüquqşünaslıqdan deyək, hüququ bitiririk, diplom alan kimi biz peşəkar hüquqşünas oluruq. Xeyr. Bunun üçün müəyyən bir təcrübə keçməliyik. Bunun üçün müəyyən bir vaxt lazımdır. Sürücülükdə də bu belədir. Peşədir, təcrübə lazımdır. Və biz buradan hər dəfə səslənirik ki, ilkin sürücülük hüququ əldə edən şəxslər ilk növbədə tamamilə bələd olduqları yollarda hərəkət eləməlidirlər. Yüksək sürətli yola çıxmamalıdırlar. Ən azından bir il ərzində özlərinə tam arxayınlıq formalaşana qədər bunu eləməməlidirlər. Və bununla da onlar öz həyatlarını qorumuş ola bilərlər. Yəni, sürücü var, açıq deyək, dağlıq relyefdə çox yaxşı nəqliyyat vasitəsini idarə edə bilir, ancaq Bakı şəhərinə gələndə o tıxaclarda nəqliyyat vasitəsini idarə edə bilmir. Deməli, bu sürücü nə etməlidir? Bakıya gələndə maksimum dərəcədə nəqliyyat vasitəsindən istifadə etməməli, ictimai nəqliyyata yönəlməlidir. Eyni zamanda şəhərdə, tıxaclarda kifayət qədər təcrübəli sürücülük hüququ olan şəxs dağlıq relyefdə avtomobil idarə edəndə çətinlik çəkir. Deməli, nə etməlidir? Ehtiyatını qorumalıdır. Yəni, burada hər bir məsələ yenə də insan faktoru ilə bağlıdır. Bir arada bizim taksilərimizlə bağlı xatırlayırsınız da, haradasa bir il yarım əvvəl taksilərimizlə bağlı ciddi problemlər var idi. Bu xüsusi avtomobil markası var idi ki, hər kəs onu almaq daha asan idi. Taksi kimi götürürdülər, istifadə edirdilər. Doğrudan da o vaxtda da çox ciddi problem. Mənə elə gəlir ki, biz bunun da öhdəsindən gəldik. İndi artıq o cürə müzakirələr yoxdur. Bəli, artıq taksi ilə bağlı mən də düşünürəm ki... Çünki o zamanlar avtoxuliqanlıqlar çox idi, səhv etmirəmsə də. 10 il bundan əvvəl avtoxuliqanlıqla bağlı vəziyyət mən deyərdim daha qəliz idi. Çünki kifayət qədər müəyyən yerlər var idi. İnsanlar da bunlara belə deyək də pərəstiş eləyirdilər. Ancaq təbii ki, təbliğatın, təşviqatın və maarifləndirmənin nəticəsində biz buna nail ola bildik ki, göstərdik ki, bunlar təriflənəcək şəxslər deyil, bunlar sizə və yaxınlarınızın həyatına son qoya biləcək şəxslərdir. Və həmin o, belə deyək də, gənclərə də ən azından onu izah eləyə bildik ki, yəni bu sizin həyatınıza son qoya bilər, bir başqasının həyatına. Bu əməllərdən əl çəkmək lazımdır. Biz biraz əvvəl sosial şəbəkələrə toxunduq başqa bir istiqamətdən ki, yəni çəkiliş edib ora qoymaq, şərhlərə görə bir ulduzluq eyfariyasına düşmək və s. Amma bugün sükan arxasında sürücülərin telefondan istifadəsi də ciddi problemlər yaradır. Mən deyərdim ki, hətta mobil telefondan Aqil müəllim istifadə, hətta sıxlıqda və tıxacda belə problem yarada bilir. Çünki çox cüzi bir qəzalar olur, xırda miqyaslı, hansı ki, sürücülər öz aralarında bunu təbii ki, bir üzrxahlılıqla və s. həll edirlər. Amma bunlara səbəbkar kimi telefonlar da var yəni. Bu çox vacib məsələdir. Deməli, telefon çox insanların həyatına son qoyub, qəzalara gətirib. Mən tələbələrimə deyirəm, ümumiyyətlə, sosial şəbəkədə də aktivəm və insanlara məsləhət görürəm ki, ümumiyyətlə, bu sükan arxasında telefondan istifadə etməsinlər. Ümumiyyətlə istifadə etməsinlər. Çünki söhbət ondan gedir ki, indi qanunda əldə saxlayaraq telefondan istifadə etmək olmaz da. Amma hands-free ilə, yəni ki, qulaqçıqlarla danışma olar. Amma inanın ki, mənim 35 il, 40 il təcrübəm var. O qulaqçıqla və yaxud o səsli evdən mənə zəng olanda mən həmin Aqil müəllim olmuram. Yəni, insan beyni bir neçə işlə məşğul ola bilərdir. Da 55 işlə məşğul ola, həm yola baxasan, həm piyadalara baxasan, həm də evdəkinin nə almaq lazımdır, hansı azuqə almaq lazımdır. Həm də hər dəfə telefonda biz market sifarişlərini eşitmirik axı, daha başqa bir xəbər eşidə bilərik, bizi stressə sala bilərik. Düz getməliydin, sağa gedirsən. Bundan başqa,
Bundan başqa onlara məsləhət görürəm ki, evdəkilər narahat olacaqlar ilk vaxtlar və sənə tez-tez zəng eləyəcəkdir ki, sağ-salamatsan. Aydındır ki, istənilən insan həyat yoldaşını, xüsusilə qadınları qorumaq üçün zəng eləyir. Deyirəm, yoldaşınla evdə danış ki, sən mənə işə çatınca zəng eləmə. Çünki sənin zəngin məni qəzaya sala bilər. Mən işə çatım, 9-da işdə olacam. Ona 5 dəqiqə işləmiş, mən özüm sənə zəng edəcəm ya da sən mənə zəng edəcəm. Bu ikincisi. Üçüncüsü deyirəm ki, telefonun səsini alın. Telefon zəng eləyir, zır. Birinci deyirsən, götürməyəcəm. Daha Aqil müəllim, sonra Rövşən müəllim deyir ki, götürmə. Ondan sonra fikirləşirsən, bəlkə evdə nəsə olub? Bəlkə yoldaşım zəng eləyir. Aqil müəllim, deyərdim ki, indi heç çox telefonla, yaxınları ilə danışmaqdan daha çox sosial şəbəkələrdə otururlar. Yol gedə-gedə TikTok izləyirlər, Instagram izləyirlər, Facebook izləyirlər, canlı efir açanlar hətta var. İnanın ki, deməli, mesaj yazanlar var. Sevdiyi qızla mesajlaşır. Sən məni sevirsən, mən səni sevirsən və bir də görsən həyatı korlandı. Qabağına balaca uşaq çıxdı, deməli qanun qarşısında cavab verdi və yəqin ki, belə hadisədən sonra həyatının axırına qədər rahat yata bilməyəcək. Və o məsləhəti verirəm ki, zəng olmasın, o zəng insanı qəzaya sala bilər. Bir də xüsusilə, bax, buradan səslənmək istəyirəm, bəzi orta məktəblərin qabağında olan yollarda, daha sonra həyətlərdən giriş-çıxışlarda, sürücülər xüsusilə, bəzən doğrudan mən özüm də, yəni paytaxt Bakıda yaşayıram da, görürəm ki, bəzən hansısa bir binanın içərisinə sürücü avtomobili elə sürətlə, yəni orada uşaq gedə bilər, ora həyətdir, ora yaşayış yeridir, bura hansısa orta məktəbi, bilirsiniz, uşaqlarda düzdür, yol, nə qədər valideynlər, müəllim, təhsil izah etsə də ki, diqqətli olmalısınız yolu keçəndə və s. Amma uşaqdır, uşaqda bir təlaş ola bilər. Onlar bizim kimi emosional intellektə malik deyirlər də, böyüdükcə bu formalaşacaq. Amma mən bəzən də oradan elə sürücülər görürəm ki, düz orta məktəblərin qarşısındakı yollardan elə sürət həddi ilə keçirlər ki, təbii ki, biz etdiyimiz söhbətlər bugün bütün paytaxt Bakıda avtomobil idarə edən sürücülərə aid deyil. Bizim gözəl nümunəvi sürücülərimiz də var, çox təmkinli, çox mədəni, yəni avtomobili gözəl idarə edən, baxmayaraq orada hətta qısa müddətdə də avtomobili idarə edən şəxslər var ki, amma çox böyük məsuliyyətlə bilinir ki, bu insan avtomobili sükan arxasına ona görə oturub ki, bu işlərini görsün. Elnur xanım, çox bu yolla da çıxmaq çox önəmlidir. Məqama toxundunuz. Bizim sürücülərimizin bir çoxu, mən deyərdim ki, həqiqətən yaxşı, peşəkar sürücülərdir. Ancaq az bir faiz sürücü var ki, onlar mütəmadi olaraq pisin az olmağı kifayət edir də, Rövşən müəllim, aləmin qatısını verir. Və sosial şəbəkədə də belə bir tendensiya var ki, pis nümunə daha geniş yayılır, nəinki yaxşı nümunə. Biz avtoxuliqanlığı götürüb paylaşsaq, bu daha geniş yayılacaq. Nəinki nümunəvi bir sürücünü paylaşanda biz görürük ki, onun belə deyək də kifayət qədər yayılması, izlənmə sayı kifayət qədər aşağıdır. Ancaq biz Baş Dövlət Yol Polisi İdarəsi olaraq ildə bir dəfə nümunəvi sürücülər aşkar eləyirik və onları mükafatlandırırıq və bununla da ictimaiyyətə göstərmək istəyirik ki, bizdə tək belə deyək də qayda pozan sürücülər yoxdur. Bizdə kifayət qədər 30 il aktiv sürücülük peşəsi ilə məşğul olub, bir dənə də olsun qayda pozmayan bizim sürücülərimiz var. 20 il ərzində, 15 il ərzində biz bunları aşkar eləyirik. İctimaiyyətə çatdırırıq ki, baxın, nümunə dediyimiz bunlardır. Nəinki avtoxuliqanlıqla məşğul olan şəxslər. Nümunə bunlardır. Götürmək istəyirsə bunları özümüzə nümunə götürək. Xanım sürücülərlə vəziyyət necədir? Bəzi xanım sürücülər var. Misal üçün mən görürəm ki, xanımdılar, bildim, amma sükan arxasında biz hamımız sürücüyük. Orada cinsiyyət məsələsi yoxdur da. Yəni ki, misal üçün bəzən olub belə bir şey görmüşəm. Deyir ki, mən xanımam, sən mənə yol verməlisən. Axı biz hardasa qapıdan içəri keçmirik, biz hansısa restorana gəlmirik. Biz yoldayıq, demək ki, hamımız sürücüyük. Kimsə indi düzdür, Azərbaycanlı olduğumuz üçün mental dəyərləri və s. bizim, yəni bəy əfəndilərimiz də çoxdur da. Kimsə təbii ki, yol verər, bu ayrıdır da, təşəkkür edib keçmək olar. Amma xüsusi olaraq inadkarlıq göstərib, dava salıb, səs-küy salıb, hətta onu telefonu götürüb videoya çəkmək, yəni biz belə görüntüləri də görürük. Mən çox üzülürəm, misal üçün bu görüntülər. Xanım sürücülərimizdə də kifayət qədər təcrübəli xanım sürücülərimiz var və keçən il... Var, hətta avtobuslarımıza belə bir xanım sürücülər təyin olundu. Sürənlər var ki, kifayət qədər təcrübəyə malikdir. Doğru qeyd edirsiniz ki, burada təbii ki, cinsiyyət məsələsi deyil. Burada biz müəyyən eləyə bilərik ki, qayda pozan sürücülər, intizamlı sürücülər və intizamsız sürücülər bizə bölə bilərik. O məcəllələrdə də yoxdur axı xanım sürücü, bəy sürücü, orada yoxdur. Sürücü olaraq hamı keçir də orada. Ancaq dediyim kimi, kifayət qədər təcrübəli, qaydalara hörmətlə yanaşan intizamlı xanım sürücülərimiz də var.
Ancaq son vaxtlar təbii ki, son bir 3 ay ərzində xanım sürücülərində törətdiyi ağır qəzalarla biz rastlaşdıq ki, elə xanım yanında bacısı həyatını dəyişdi, yüksək sürətlə hərəkət elədiyinə görə əvvəllər belə qəzalar daha az olurdu. Ancaq son vaxtlar təbii ki, xanımlarımızda da qəzaların sayında müəyyən bir artım var. Və xanımlarımızda əsasən biz bunu bir neçə dəfə vurğuluruq ki, geyim olaraq biraz daha sürmə asanlaşdıran geyimlərə üstünlük verməlidirlər də. Yəni yüksək topuqlu ayaqqabı ilə nəqliyyat vasitəsini idarə eləmək elə demək olar ki, qəzanı qaçılmaz eləyir. Ona görə də indi başa düşürük xanımlarımız bizim müəyyən tədbirlərə gedir. Ancaq yaşlılar iki ayaqqabı istifadə eləsinlər ki, birini nəqliyyat vasitəsini idarə edərkən istifadə eləsinlər, birini isə hansısa məclisə gedəndə və yaxud da ki, həddindən çox dar geyimlər də orada sürücünün hərəkətini məhdudlaşdırır. Yəni ona görə də sürücü sükan arxasında rahat olmalıdır, avtomobili hiss etməlidir də, yəni mütləq bir mənalı olaraq rahat olmalıdır. Telefonla bağlı bir məsələyə toxunmaq istərdim ki, bugün üçün tək bizdə yox, Avropada da böyük bir çağırış elan olunur. Biz beynəlxalq tədbirlərdə mütəmadi iştirak edirik və görürük ki, onlar da bu planı təsdiqləyirlər ki, 3 ildən sonra telefon yol nəqliyyat hadisələrinin əsas səbəbi olacaq. Bugün üçün sürət həddidir, ötmə, manevr etmə qaydalarının pozulmasıdır. Ancaq 3 ildən sonra biz telefonu deyəcəyik ki, yol nəqliyyat hadisələrinin başlıca səbəbləridir. Ona görə də bununla bağlı da ölkəmizdə bunun qarşısını almaq üçün maarifləndirmə işləri aparırıq. Qəzalar göstərir ki, baxın, mənim heç yadımdan çıxmaz bir qəzadır, 2 il bundan əvvəl oldu. Ana telefona baxdı, qəza törətdiyi yanındakı azyaşlı qızı dünyasını dəyişdi. Yaxşı, bunu görərək, bunu bilərək biz yenə də telefona aludə oluruqsa, bu deməkdir ki, yenə deyirəm, biz bilərəkdən kimin həyatına qəsd edirik. Ya ölməyə gedirik, ya öldürməyə. Aqib müəllim, ümumiyyətlə qəzaların baxın doğrudan çox dinamik gedir. Bütün profillərə demək olar ki, toxunuruq. İndi hələ mən bir nüansa da gələcəm ki, bu sərxoş, yəni özəl günləri götürək də. İndi mən demirəm hər gün bizdə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər olur. Amma bayram günlərində təbii ki, buna xüsusi diqqət yetiriləcək. Hətta misal üçün adamlar var ki, bugün içki içir, belə necə lazımdır içir, amma sabah oturur avtomobilə. Polis də onu yoxlayanda deyir ki, dünən içmişəm, 2 gün əvvəl içmişəm. Sən içə bilərsən, istəyirsən bir həftə əvvəl iç, amma bu sənin canında qalıb da, sənin beyninə təsir edib. O təsir müddəti qalıb. Sən ixtiyarın yoxdur axı, sən çıxıb kimisə təhlükəyə salasan. Bax, bununla da bağlı danışacaq. Amma ümumiyyətlə, bax, bir təlimçi kimi, bir ekspert kimi, bir məşqçi kimi siz özünüzdə analiz edəndə qəzaların azalması üçün hansı argumentləri gətirirsiniz? Yəni, hansı fikirləri səsləndirirsiniz? Deməli, mən sosial şəbəkələrdə deməli, çox aktivəm. Bundan başqa televiziya verilişlərinə də dəvət edir. Rövşən müəllim məni dəvət eləmişdi və siz dəvət eləmişdiniz. Nə bacarıram, onu eləyirəm. Ümumiyyətlə, buradan hələ ki vaxt var, sürücülərə müraciət eləmək istəyirəm. Edin, buyurun. Deməli, maşın sürə bilənin əlində, düşünə sürənin əlində, təhlükəsi düşənən insanın əlində çox böyük xoşbəxtlikdir. Maşın düşünə bilməyən, savadsız insanın əlində qəzalara aparan qurğudur. Yəni, gələcək fəciələrə aparan qurğudur. Bunu mən demək istəyirəm. Və bir şey demək istəyirəm ki, Rövşən mənim çox düzdür. Ağır qəzaları nədənsə, bəziləri deyirlər ki, savadsızlıq. Mən də onun tərəfdarıyam ki, qəzalara əsas insan faktorudur, savadsızlıq deyil. Çünki istənilən sürücü, ən savadsız sürücü belə bilir ki, qırmızıya getmək olmaz, amma gedir. Ən savadsız sürücü bilir ki, piyada keçidində insanı buraxmaq lazımdır, amma gedir. Deməli, söhbət daha dərindədir, insan şuurundadır, insanın şuuru dəyişməlidir. Və bir şey məsləhət eləmək istəyirəm ki, o təcrübəli sürücülər var, 10 ilin, 15 ilin hadisəyə düşürlər. Deməli, bir düşünün, o mənə heç nə olmaz sindromundan uzaq olun. Sizi evdə ailəniz gözləyir, ailəniz sizdən asılıdır. Övladınızın xoşbəxt gələcəyi sizdən asılıdır. Siz evə çatmaya bilərsiniz. Ona görə də düşünə-düşə, bax, əmidir, xaladır, bibidir, 3 gün, 5 gün sizin uşaqla oynayacaqlar, çıxıb gedəcəklər, hər henüz problemi var. Sizin uşaqlar başsız qalacaq. Bunu düşünərək hər bir insan elə bir gözünün qabağında o, deməli, avtomobilin elə bir ki, sükanının arxasında qurğular var ha. Orada uşaqlarının, həyat yoldaşının, yaxınlarının, onu sevənlərin elə bir ki, şəkli onun gözünün qabağında olmalıdır. Bəzi adamlar hətta belə hallar var, uşağının, həyat yoldaşının şəklini yapışdırır ki, baxanda özünü yığışdırsın. Amma yaxşı, bu avtomobillə bağlı bunu etdik. Bəs piyadalara nə edək? Mən özüm avtomobil idarə edəndə qarşımdakı düzdür, çox az olub.
amma görmüşəm, yəni öz gözümdən şahid olmuşam ki, piyadaçıya yol veririk ki, xəttdir də, piyada keçididir, keçsin, o əlində telefona baxa-baxa keçir. Yəni bu həm də səni gözləyən sürücü üçün də hörmətsizlikdir də. Bura axı bir dünya podiumu, dünya defiləsi deyil axı. Buradan da müəyyən bir vaxtla keçmək lazımdır da sürətlə. Bəli, öz hüquqlarını... Hər piyada belə oynaya belə keçəndə arxada da tıxaclar yaranır axı. Təəssüf olsun ki, bəzi piyadalar öz hüquqlarını bir də siqnal məsələsi də. Bəzi yerlərdə bəzi sürücülər elə siqnal verirlər. Yəni tıxacda siqnal verərlər. Bəli. İndi neyini avtomobillərin siqnallarını sökək kənara qoyaq, Aqil müəllim, bu da olmurdu. Hər hara baxsan insan faktorudur. İki hal qeyd elədiniz, ikisinə də toxunmaq istəyərdim. Piyadalarla bağlı, bəli, bizim piyadalarımız müəyyən bir məsafə qət eləmək istəmirlər. Yenə deyirəm, haqlı tərəfləri harda ola bilər? Düşünə bilərlər ki, infrastrukturda müəyyən problemlər var da, bunu başa düşdük, var. Yaxşı, bu əsaslı mı biz özümüz öz həyatımızı təhlükəyə ataq? Yox, təbii ki. Bir balaca uzaqda da ola bilər də istifadə edə bilərik və yaxud da ki, yolu keçirik. Görürük ki, bir nəqliyyat vasitəsi yol verir, digər zolaqdakı nəqliyyat vasitəsinə ümumiyyətlə baxmırıq və düşünürük ki, o da yol vermiş olacaq. Yaxşı, o sürücü bəlkə bizi görmədi. Xanımlarda ən çox rastlaşdığımız yanaraqan problem nədir? Piyada xanımlarımızdır. Sağa sola baxmırlar, başlarını aşağı salıb yolu keçirlər. Əziz xanımlarımız. Xanımın başı aşağı gəzməyə gözəl bir şeydir, amma bu yol keçməyə aid deyil. Təbii ki, ancaq bilirsiniz, o da hardasa bir mentalitetdən gəlir ki, sürücüyə baxmaq istəmirlər, bəzən utanırlar. Ancaq utanmalı deyilik biz belə piyadalara. baxıb avtomobilin təkərini heç olmasa görmək olar da, hərəkət edir. Kimsə yol verir, piyadalarımız bəzən utanır, elə düşünürlər ki, tez buradan keçim, ona baxmayım. Bəli. Utanma hissi var. Bu yolda ehtiyac yoxdur bu hissə. Bilirsiniz, o sürücünün vəzifəsidir, borcudur ki, sizə yol versin. Burada üstünlük sizindirsə, diqqətlə sağa sola baxmalısınız. Öz həyatınızdan, təhlükəsizlikdən əmin olduqdan sonra yolu keçməlisiniz. Yəni burada utanma hissini qoyun bir kənara. Dəfələrlə müşahidə edirik ki, biri yol verəndə inanın, o tez qaçaraq keçmək istəyir ki, yəni utanır, elə bilir ki, onun belə deyək də öz hüquqlarını sürücünün tapdalayır. Ancaq bu da düzgün yanaşma deyil. Sürücülərimiz də piyadanı görəndə yol verməlidirlər. Bəzi piyadalarımız da doğru qeyd edirsiniz ki, görürlər ki, yol bunlarındır və orada sanki podiumda hərəkət edirlərmiş kimi hərəkət edirlər. Bu da düzgün deyil, tıxaca səbəb olur. Rövşən müəllim, hər şeyin başında, Aqil müəllim, dayanır insanın insana hörməti. Fərqi yoxdur, sən yoldasan, sən avtomobildəsən, sən bir evin içində yaşayırsan, yəni ailə üzvlərinlə. İnsan insana hörmət qoyursa, bunu hər yerdə göstərir. İnsan insana hörmət qoymursa, bunu heç bir yerdə göstərə bilmir də. Çünki bu bacarmır da, bunda o yoxdur. Bəli, qarşılıqlı anlayış olmalıdır. Sürücülər piyadalara qarşı, piyadalar da yəni sürücülərə qarşı. Yəni biz axı şəxsiyyətə görə dəyişmir hörmət formalarımız ki, polisə hörmət, nə bilim, 10 ballıq cədvəllə 3 bal olmalıdır, həkimə 5 bal olmalıdır, hakimə 7 bal olmalıdır. İnsan insana hörmət etməlidir. Bax, siqnallar da onun göstəricisidir. Bəzən elə yerdə siqnallar verilir. Yəni biz belə sağa sola belə göyə baxırıq, deyirik ki, yəni bu siqnal kimə verildi və niyə görə verildi? Yəni siz də durmusunuz, biz də durmuşuq və yolun da aqibəti ortalıqdadır da. Bəli, biz də bununla bağlı paylaşımlar edirik. Yəqin Aqil müəllim də razı olar. Bəzən elə hallarla rastlaşırıq ki, yüksək səslə musiqiyə qulaq asırlar və biz dövlət yol polisi olaraq psixoloqlarla da mütəmadi kontaktda oluruq ki, yəni ən azından sürücülərin psixoloji yanaşmanı da bilək ki, bunu sürücülər niyə eləyir və o qənaətə gəlirik ki, özünü göstərmə hissi, bəli, gedir mahnıya polnuq od verir ki, kənardakilərin diqqəti ona yönəlsin. Ancaq bunu hər dəfə vurğuluruq ki, avtomobil bir status göstərgəsi deyil. Bir status növü deyil. Avtomobil bizi A nöqtəsindən B nöqtəsinə aparan bir vasitədir və təyinatı olmalıdır. Bir aksesuar deyil ki, biz onu bütün günü bəziyirik. Bu, bir vəzifəsi var onun. Bilirsiniz, maşallah, elə gözəl şəhərdə yaşayırıq da, elə gözəl ölkədə yaşayırıq ki, inanın, musiqi dinləmək üçün də yerlərimiz boldur, geyimlərimizi göstərmək üçün də yerimiz boldur. Yəni, hətta avtomobillərimizi göstərmək üçün də yerimiz boldur. Niyə görə? Çünki bilirsiniz də, Avtomobil Federasiyası təşkil edir ildə bir neçə dəfə, maşallah, yol polislərinin də köməyi ilə. Şəhərimizdə elə gözəl, valla, məhdudiyyət qoyulmur ki, sadəcə qeydiyyatdan keçirilir, gəlir hamı orada öz avtomobillərini nümayiş elətdirir. Bəli, doğrudur. Yəni ki, avtomobil göstərməyin də yeri var, amma hansısa bir iş arxasınca gedənə mane olub, nə özünüzü, nə də avtomobilinizi göstərməyin bir mənası yoxdur. Mən iki kəlmə demək istəyirəm. Sürücülərin bəzilərində piyadaya qarşı aqressiya var, piyadaların bəzilərində sürücülərə qarşı aqressiya var. Sürücülərin bəziləri piyadaya hörmət eləmirlər. Onların aləmində mən belə fikirləşirəm. Çünki bir də görürsən ki, piyada keçir yolu, piyada keçidən sürəti artırır.
Sürəti azaltmaq azını artırır. Hətta piyada keçidindən Bilərəkdən. keçməyən piyadanın üstünə maşın sürməzlər. Deməli, bəzi sürücülərdə elə bir psixologiya var ki, piyada maşın ala bilməmiş uğursuz insandır. Mən belə başa düşürəm. Çünki bu Siz qədər çox hörmətsizlik dərin eləmək yanaşırsınız. olmaz. Var bu Və faktorlar. piyadalarda da az yoxdur, mən sizə deyim. Bizim piyadalarda da az yoxdur. Qardaş, ağacın dalından sən yola necə tullana bilərsən? Bundan başqa, deməli, dünya dramaturqlarından biri deyib ki, bunu sürücülər üçün deyirəm, özünüzü qoruyun, piyadanı basmayın. O deyib ki, birinci səhnədə divarda tüfəng varsa, üçüncü səhnədə mütləq atəş açılmalıdır. Yolun qırağında əgər piyada varsa, Rus dramaturqu deyir. o nəyə dayanıb hər halda yolun qırağında? Keçmək üçün. Amma iş orasında yolu keçmək var, yola güllə kimi açılmaq var. Bizim bəzi piyadalarımız güllə kimi yola açılırlar. Özü qəribə bir paradoks var. Deməli, 50 metr qalıb keçmir. Nə bilim, əlində telefon, 30 metr, 20 metr, 10 metr, 5 metr keçmir, 3 metr qalanda özünü atır yola. Bu qədər özünün həyatına qarşı etinadsızlıq etmək olarmı? İnsanlar özlərini yığışdırmalılar. Bəzi insanlar, məsələn, yaşlı adamlarda bu sindrom var piyadalarda. Alnıma nə yazılıb o olasıdır. Bu qədər yaşamışlar. Belə baxanda belə nəticə çıxır ki, bunu yəqin elə fikirləşir. Yox, yolda olan heç bir prosesi qismətlə bağlamaq Olmaz, düzgün bir əlbəttə, proses əlbəttə deyil. düzgün deyil. Mən yenə deyirəm, yüksək sürətlə hərəkət edeyim, gedim piyadanı vurum, öldürüm, sonra da adını qoyum ki, alnıma bu yazılmış. Bu düzgün deyil. Piyadalarımızda olan problem Aqil, bilirsiniz, o təhlükəni bəlkə də görə bilmirlər. O piyadanı biz götürsək, yüksək mərtəbəli bir binaya qaldırsaq, desək ki, buradan aşağı tullana bilərsiniz, tullanmayacaq, təhlükəni görür. Ancaq biz dəfələrlə elan edirik ki, bunun ölmə faizi sizin yüksək sürətli yola daxil olmağınızla eyni faizdir. 10-cu mərtəbədən düşsəz də ölmə faiziniz eynidir, yüksək sürətli yola daxil olsanız da ölmə faizi eynidir. Ancaq görmürlər deyə, belə deyək, o qaydanı pozurlar. Biz də çalışırıq ki, onu göstərək və maarifləndirmişik artıq. Təşəkkür edirəm gəldiyiniz üçün və doğrudan da qrafiklə çox yaxşı izah etdiniz Rövşən müəllim. Təşəkkür edirəm. İstəyir özəl günlərdə, istəyir yəni nəfəs aldığımız hər bir anda doğrudan da dövlət yol polislərinin üzərinə çox böyük əziyyət düşür. Buradan onlara təşəkkür edirəm. Aqil müəllim, sizinlə tanış olmağa çox şadam. İnşallah yenə də biz görüşüb danışarıq bu barədə. Hər bir halda insan insana hörmət etməlidir. İnsan öz canının qədrini bilməlidir. Çünki bunu bilməsəz heç kimə hörmət qoya bilməyəcəksiniz, heç kimin qədrini bilə bilməyəcəksiniz. Yollarda, keçidlərdə, avtomobillərdə sağ olun, salamat qalın.